vurdum. Gördünüz, yandı. 15 saniyə saxlamalısınız ki, bu termodaçka istiliyi götürməlidir. Termodaçka yuxarıda olandır. İstiliyi götürəndən sonra əlimi çəkdim. Çevirdim farsunka. Və yanından sonra qaytarın xodu azaldım. Bir 15 dəqiqə, 15, 20, 25 dəqiqə belə baxın, əlinizi vurursunuz ki, çölüşkəsinə qaynardı. Ondan sonra istədiyiniz xodu verə bilərsiniz. Və söndürən zamanda yenə zəif xodda saxlamalısınız bir 20 dəqiqə və sonra da şamda saxlamalısınız farsunkanı söndürüb. Ki, şüşələr sərinləşsin və bu şüşələr sınmasın. Və bunun üzərinə də yenə izah edirəm. Çaynik qoymaq qəti qadağandır. Çaynik, nəmli dəsmal, heç bir şey qoymaq olmaz. Bunun üzəri açıq olmalıdır. Bunu əgər üzərinə nəyəsə qoyursunuzsa, istilik buradan qalxır və içəridə par yaranır. Par da yarananda şüşələr sınır. Və bunun iç hissəsini də həftədə bir dəfə bu hissələri silin, aşağı polunu silin, təmiz saxlayın ki,